Gününüz xeyir olsun, gününüz xoş olsun, ömrünüz sərabətli olsun. Heç vaxt dünyada neyniyim, necə eləyim deməyəsiz. Bəzi insanları həyatımdan sildim, bəzi insanları yaddaşımdan sildim. Bəzi insanların adı gələndə nifrət elədim. Bəzi insanlar adı gələndə nifrət eləməyimə heyfim gəlir ki, mən onun üçün əsəbləşdim. Yox. Saatın rəqəmi həmişə mənalı olur. Allah hər kəsənin öz saatı qədəri mənalı qərar versin. Anam yoxdur, Allahım var, atam yoxdur, Allahım var, sahib yoxdur, Allahım var. Mən ərlə heç vaxt fəxr eləməmişəm. Ər də bir gün gedəsidir. Allah mənliğimi əlimdən almasın. Allah hikmətimi əlimdən almasın, elmimi əlimdən almasın. Hörmətdə birinci, səxavətdə birinci. Əgər bir ağlar gözümdən silə bilirəmsə, amma qoymaram ki, kimsə məni ağlatsın. Kimsə məni əsla ağlada bilməz, buğa bürcəyəm. Buğaların bir sözü var. Sevər, sevər, şans verər, siləndə də elə silər ki, gedəndə də elə gedər ki, izin qoymaz. Deyir, izin yandırar məni. O bir mahnı var. Ona görə Banucan, sənə bu 2026-da 9-cu sinifsən, bol-bol ruza arzu eləyirəm. Allah səni heç kəsə möhtac eləməsin. Atasızsan, atan yoxdur. Bir zaman olacaq, anan olmayacaq. Ayaqda durmağı bacar. Görürsən, mənim də rəfiqələrim çoxdur, dostlarım da çoxdur. Amma nə rəfiqəm var, nə də dostum var. Mənim dostum sənsən. Allah analarımı rəhmət eləsin, Allah atalarımı rəhmət eləsin, Allah bacı qardaşlarımı salamat eləsin. Həyatdır. Sabah mən həyatda olmasam, deyir, ölünün yiyəsi tez olar. Qızım, sənə vəsiyyət eləyirəm, sənə nəsiyyətlərimi eləyirəm ki, dostuva açma sırrıvi, dostumun da dostu var. Onsuz da bir gün ayağım büdürəyəndə o elədiklərini hamısını başıma qaxanc eləyəcək. Yenə də deyirəm, ayaqsa durmağı bacar, 2026 sənə düşərli olsun, sən əkizlər bürcüsən, mən də buğa bürcüyəm. Nə qədər əziyyət çəksən də, İnşallah mən söz verirəm bir ana kimi, bir valideyn kimi, hər bir analara tövsiyəm buradadır ki, əziz analar, balalarınızı atıb, hansı bir kişi qucağında yatıb yox, kişi nazını ilə oynayıb yox, kişi nəvazisi görüb yox, ona elədiyiniz, ona verdiyiniz dəyəri elə balalarınıza verin. Kişi gedərsi, balalar qalacaq. Ona görə mən, ailəm olmasa da, amma mən Banum var, mənim sınıq qəlbim var, ağlar gözüm var. Bu 2026 hamıya düşərli olsun. Mənə yadda qalan, mənə qardaş olan Zar Baxşəliyev oldu. Mənə qardaş olan Ruslan doktor oldu. Mənə anay olan bacı oldu, Yasemen xanım oldu. Müğənni Ayşə xanım oldu. Sonra mən real deyəcəm, elə Bayram Nurluya anamın məzarına dəstək oldu, düzəltdi. Qardaş bacı, Allah canlarını sağsın. Yansın işıqları, gəlsin soraqları. Mən bunlarla bir inciliyim yoxdur. Çünki onlar məni həzm eləyə bilmədi. Mən onlar üçün ağır bir yükəm. Heç kəsi mən çiyinlə yükləmərəm. Onu da qoyaq bir qağa. İli də düşərli olsun qardaşımın, bacılarımın. Öpürəm, bağrıma basıram. Boş ver. 36 il bundan qabaq bacı qardaş var idi. Allah zardan razı olsun. Zablatıma qurban olaram. Elmə qurban olaram. Maşallah, hörmətdə birinci, səxavətdə birinci, kəramətdə birinci, səliqədə birinci. Boş ver ayarcı, ailət iş. Sən başıva dönərəm. Sənə ata-ana lazımdır. Özün elə maşallah ata-anasa. Ağılla yaşa, balavı düşün. Səni kimsə düşünməyibsə, amma sənin bundan bir yana balavı düşün. Boş verin, ilviz düşərli olsun. Allah köməyiniz olsun. Maşallah, hər şeydə birinciyəm. Allah var, rəhmi də var. Amma bəzi insanları 2025-də qoydum. Telefonlarına cavab verməyəcəyəm. Görəndə salam verməyəcəyəm. Nə bilim, üzümü yan tutsam, bilginən ki, 2025-də nədər od qoymusansa mənə, həmin o odu baxışım ilə daha demədim arxasını. Boş verin, hər bir vırdığımız ətirin bir mənası var. Unudulmaz ətir ana ətridir. Allah analarımı rəhmət eləsin, atalarımı rəhmət eləsin. Həyatda eşq olsun Astara kəndinə, eşq olsun Qusarıma, eşq olsun Naxçıvanlara, eşq olsun Bərdərlərə, eşq olsun Zabratıma.
Bakının 32 kəndinə eşq olsun. Balaxana kəndi, Bülbülə kəndi, Əmircan kəndi. Dünənləri Mərdəkanda idim, məclisdə idim. Mərdəkanda bütün yol süpürən analarımın əlindən öpürəm. Mənim bir rəfiqəm var. Nəvəsi dünyasını dəyişib. Allah ona şirin nəvə versin inşallah. Verəcək. Mənə vallah maddi cəhətdə, fiziki cəhətdə adaşım Arzunu Allah xoşbəxt eləsin. Zabratda arzum var. Sonra yenə də deyirəm, rəfiqələrim çoxdur. Amma bəzi rəfiqələrim də balamın qəlbini qırır. Balamı tikanlı sözlər deyir. Rəfiqələrim, əziz dostlarım, Banunun əgər atası yoxdursa, 1000 dənə kişiyə dəyən anası var. Zaur Baxşaliyev kimi dayısı var. Başa düşdü? Onun öz dayısı var Qusarda. Nə qədər dayı pis olsa da, sabah Banu onun qapısına getsə, deyəcək dayı, filan problemi həll eləyər. Çünki qanında Qusarın qanı var. Eşq olsun Qusarlara. Qardaşım, bayramı mübarək olsun. İlin düşərli olsun. Qardaşlar onsuz da evlənəndən sonra bacıya sağ-salamat deyirlər. Əlvida. Amma onu bilginən ki, arzu harada getsə, qıryəti sənin üstündədir. Bu dəqiqə durum ərə gedim, hanında bir oğlan ailə qurum, bax bu evdə tacıdə şahlıq eləsin. Ağa, əyib olsun sənin üçün, 15 yaşında qızı var ərə getdi. Hə? Hoydu-hoyduya tutacaqsınız. Amma bəzi insanları ağzını deyir möhürləyən yadoğlu kişidir. Allah hamını xoşbəxt eləsin. Bilmək olmaz, bəlkə 2026-da həyatıma elə bir insan gəldi ki, bütün həyatımı alt-üst elədi. Heç mən yatıb yuxuda görərdim ki, 38 ildən sonra anamı görərəm. Bilmək olmaz. Məni sevən, məni kimi qısqanc olmalıdır. Zaman 054-16-45 əlaqə saxlayın. Qızı olan ailə qurmaz. Qurban olaram qızımın atılan dırnağına. Yaxşı oğul nə edir? Ay demədim, bilənlər bildi. Dəstək olun. Bir daha bayramımız mübarək olsun. Bəzi insanları silib attım. Mənə qardaş olan Zarum ol. Zaru qadavuyalar ama Zar. Atam anam sənə qurban. İlin şərri olsun. Dilavər ana əllərindən öpürəm.